Səyyad Aram, o müsahibə vermişsə, deyirsiniz ki, vaxtında elm öyrəniydiniz, sənət öyrəniydiniz ki, adam kimi yaşayaydınız, 300, 400, 500 manat maaş almayaydınız. Mən institutu əla qiymətlərlə qutarmışam universiteti. Mən illərlə zülüm çəkmişəm, sənət öyrənmişəm. 2004-cü ildə dünya kinosunun ulduzu Amitabh Bachchan şəxsən mənim haqqımda yarım saat ən gözəl sözləri deyib. Mən daha nə etməliydim ki, adam kimi yaşamaq üçün? Mən daha nə etməliydim ki, özümün şəxsi, gözəl, adıma, sanıma layiq evim, eşiyim olmaq üçün Səyyad Aram? Deputat olub 7000 manat maaş alıb insanları aşağılamaq sizin nə haqqınızdır? Nə haqqınızdır? Mən bugünə kimi 70'e yaxın tamaşa oynamışam. Mən bugünə kimi 30'a qədər filmə çəkilmişəm. Mən bugünə kimi 4000, 3000, 4000'e yaxın Azərbaycan poeziyasının ən gözəl şeirlərini səsləndirmişəm ki, insanlar qulaq assınlar. Bir balaca Azərbaycan ədəbiyyatından, Azərbaycan mədəniyyətindən, mənəviyyatından xəbərdar olsun. Mən daha nə etməliydim ki, heç olmasa işləyə bilim. Niyə? Niyə əxlaqsızların hər şeyi var? Niyə pozğunların hər şeyi var? Niyə? Mən kimdən əskiyəm? Belə deputat olub 7000 manat, 6000 manat maaş alıb insanları aşağılamaq, milləti əskilmək çox asandır. Amma mən adamlar tanıyıram ki, 3 institut tutarıblar, fəhləlik edirlər. Kimsiz siz ki, insanları aşağılayırsınız? Qoyun kasıbçılığımızla ölək. Heç kimin ixtiyarı yoxdur ki, heç kim alçalsın. Və siz bu halınızdan deputatsınız güya. Mən hər gün ora-bura gedəndə, taksi ilə gedəndə, taksi sürən həkim də görürəm, müəllim də görürəm, vəkil də görürəm, polis də görürəm. Və sizsə hədyan danışırsınız, ayıbdır sizə. Ayıbdır. Və siz deputatsınız, siz demirsiniz ki, bu insanların yaşamağa haqqı var, gəlin bu insanlara adam kimi yaşadaq. Günü-gündən vergilər qalxır, günü-gündən cərmələr qalxır, millətin boğazına çökürsünüz. Buna görə bari susmaq əvəzinə hələ bir danışırsınız da. Ayıb deyilən bir şey var, ayıbdır. Mən 35 ildə Azərbaycan mədəniyyətinə təmənnasız qulluq eləmişəm. Nəyim var? Nə qazanmışam? Ayıb deyilən bir şey var. Danışanda deputatsız. Deputatlığı qoy kənara. Ağsaqqalsız, böyüksüz. Danışanda elə danışın ki, kimsənin qəlbini qırmayasınız. Mən bir cümlə deyəndə 1000 dəfə fikirləşirəm ki, birdən kimisə qəlbini qıraram. Ayıb deyilən bir şey var, Səyyad Aram və yaxud başqa bu millətin haqqını yiyən deputatlar. Aldığınız pulun halallığını alın, balalarınızın, sevdiklərinizin burnundan piltə-piltə gəlməsin deyə. Yiyin, Allah imkan versə halal xoşunuz olsun, amma bizi alçaltmayın. Biz yetərincə ziyalıyıq, bu milləti sevən insanlarıq. Siz bizi sevməsəz də, bu qədər. Söz altında yox, göz altıda qalan.